Mhm. Demək, biz danışırıq müəllimin rolundan. Ənənəvi müəllimin rolu nə idi? Məlumat ötürən, bilik mənbəyi. Hal-hazırda müəllimin rolu nədir? Təlim prosesinin idarəçisi, müstəqil öyrənməni təşviq edən, tənqidi düşüncələr formalaşdıran fasilitator. Fasilitator sözünün mənasını necə izah edərsiniz? Yəqin ki, məlumatı olan. Bələdçi, yol göstərən, körpü Bələdçi. salan. Bəli, yol göstərən. Amma bu körpü müvəqqəti xarakter daşıyır. Niyə müvəqqəti deyirik? Çünki müəllim dəstək göstərdikdən sonra kənara çəkilib prosesi izləyə bilər və şagirdin orada nailiyyətə necə yiyələndiyini izləyə bilər. Məsələ odur ki, biz şagirdləri müstəqil öyrənməyə sövq etməliyik. Biz həmişə onların yanında olmayacaq ki, ömür boyu biz təhsil verən kimi onun yanında olmayacaq. O müstəqil həyata atılacaq, ona görə biz öyrənməyi öyrətməliyik. Fasilitator kimdir? Fasilitator təlim prosesini idarə edən şəxsdir. Bir də birbaşa suallara cavab vermir. Məsələn, bəzən olur ki, şagirdlər məsələlərin həllində çətinlik çəkirlər. Müəllim götürüb onun əvəzinə həll edir, verir ki, buyur yaz. Bu fasilitator qabiliyyəti deyil, bacarığı deyil. Mütləq şəkildə biz ona yol göstərməliyik. Yəni, necə etməsi barədə istiqamət verməliyik ki, şagird özü həmin istiqamətdə dəstək ala bilsin və davam etsin. İndi Gülər müəllim, siz işləyirsiniz. Fasilitator kimi şagirdlərinizə hansı dəstəyi göstərmişsiniz? Yəni, dərs prosesində fasilitator kimi nə edirsiniz? Deyin bizə qısaca. Məsələn, fasilitator kimi tutaq ki, ilk dəfə olaraq 7-ci sinifdə bilirsiniz ki, təzədir də kitabımız. Mən məsələn üçün atom, proton, neytron necə model hazırlamağı sadəcə olaraq biraz onlar üçün anlayış verdim ki, bax hamısını müxtəlif rənglərdən istifadə edin. Başladılar onları özləri sərbəst şəkildə artıq bunu etməyə ki, müəllimin ehtiyac deyil, artıq başa düşdük necə edəcəyik. Hərə bir modeli hazırlamışdı və altından da adını yazdı, vurdu divara. Bu həm də onlar üçün maraqlı olur da, yəni özlərinin hazırladıkları bir şeydir. Və yaxud da adi formulanın çıxarılmasında da o xətlərlə ki, mən bir nümunə kimi göstərdim ki, bax mən belə hazırlayaram. Siz də hərəniz bir formulanı çöplərlə və plastilinlərlə hazırlayın görək kim necə edir. Bəli, tamamilə doğrudur. Siz dəstək oldu, şagirdlər özü yaratdı. Elə bugün də mən doğrudan da şahidi oldum ki, şagirdlər istəyəndə hər şey edə bilirlər. Təsəvvür edin, kağızdan distillə cihazı quraşdırdılar. Bizim distillə cihazımız yox idi və onlar özü kağızdan necə quraşdırdılar, formalaşdırıb həmin prosesi simulyasiya etdilər. Həqiqətən də mən özüm də müşahidə apara heyran qaldım. Doğrudan da biz nəyisə onlara məlumat xarakterli, mühazirə xarakterli ötürəndə maraqlı olmur. Onlar özləri tətbiq edəndə daha yaxşı öyrənmiş olur. Etiraf eləyək ki, biz də tətbiq edə öyrənmişik və düşünürəm ki, müəllimlər ona görə bir mövzuya hakimdir ki, bu mənim şəxsi fikrimdir, biz onu tətbiq edirik. Tətbiq etdiyimizə görə də bilirik. Şagirdlər də tətbiq edən zaman öyrənəcək və ona görə də biz onlara fasilitator kimi dəstək olmalıyıq. Gəlib bir şagird sizdən sual soruşur. Onun sualını necə cavablandırırsınız? Həll eləyib ona verirsinizmi, yoxsa düsturu göstərirsinizmi? Suala konkret cavab vermək məncə düzgün deyil. Sualın verdiyi suala ona açar sözlərlə istiqamət verib, öz sualını özünün cavablandırmağı daha düzgün. Aha. Bəzən bir məsələni də vurğulayaq ki, yeri gəlmişkən, bunu müsahibədə də verirlər. Bəzən müəllimlər şagirdlərin verdiyi sualları bilməyə də bilər. Bu halda nə etməlidir? Yəni, belə bir halda... Bu halda birbaşa demək olmaz ki, şagirdə bu sualı bilmirəm. Onda çünki şagirddə başqa ideya formalaşır. Demək lazımdır ki, əgər bilməsən də demək lazımdır ki, bunun haqqında araşdıraram. Görək bunun haqqında harda məlumat var. Yəni, belə fikirlə çatdırmaq lazımdır. Yəni, bilmirəm demək əslində qəbahət hesab olunur. Bilgi araşdıraq, bilgi öyrənək. Bəli, bilgi öyrənək bu şəkildə. Məndə olubdur belə, yəni etiraf eləmişəm. Çünki mən də etiraf eləyirəm. Yəni, hal-hazırda avtoritar deyil. Hər şeyi bilən hesab olunmur. Mən şəxsən təbiət keçirəm. Vəfa müəllimə, orada elə şey var ki, bəzən fizikanın çox, belə desək də, sırf fiziklər biləcək bir şeydir. Deyirəm, ay uşaqlar, mən fizika müəllimi deyiləm və bu haqda çox da dərin məlumatım yoxdur. Fizika müəllimdən soruşub daha aydınlıq gətirib sizə deyərəm. Belə demək olar ki, məsələn, elə
bunu vurğulayacaqdım. Elə yaxşı yadıma saldım. Bu sualı mən sinifə ünvanlayacaqdım. Yaxşı ki, yadıma saldın. Gəl bu sualı lövhədə de, sinif araşdırsın və müəllim də o anda və yaxud da növbəti dərsə qədər özü araşdıra bilər. Əlbəttə, bu da olar, maraqlıdır. Yəni hər bir halda biz nə qədər ki avtoritar rejimdə olsaq, düşünürəm ki, səhvlərdən qorxsaq, elə şagirdlərimiz də bizim kimi olacaq. Mən ümumiyyətlə tədqiqat aparmışam bununla bağlı. Bəlkə siz də yoxlamısınız. Sinifə necə davranıramsa, o da mənə elə davranır. Düşünürəm ki, bu Newtonun 3-cü qanunu Bəli, kimidir. Yəni Eynilə. necə ki, bəli, təsir avtoritet əks sinifə təsirə qarşı. bərabərdir. Doğrudan da yəni onlar necə davranırsa, onlar Bəli. da mənə elə davranır. Və düşünürəm ki, biz onlara özümüzü araşdırmaçı kimi, özümüzü tədqiqatçı müəllim kimi təqdim etsək, Bəli. onlar da təqdim edəcək. Necə ki, deyirlər ki, valideynlərə kitab oxumaq vərdişini aşılamaq istəyirsənsə, özün Bəli. də əlinə bir kitab al oxu. O səni rol nümunə kimi görsün və davam eləsin. Valla mən həmişə də sinifdə deyirəm və utanmıram da heç. Mən həmişə deyirəm ki, mən professor deyil, amma uşaqlar, mən də tədqiq eləyə, araşdıra öyrənirəm. Sizinlə bərabər öyrənirəm. Bunu həmişə deyirəm içəridəki. Yəni xoşum gəlmir də, yəni özünü sanki sinifin hakimiyyətçisi kimi aparmaq. Hazırki şagirdlər bizdən əslində onu istəmir. Yəni yenə də bizdən rəngarəng olmağı, fərqli yanaşmalar istəyirlər. Təbii ki, müəllimin öz sərhədləri olmalıdır, qaydalar və prosedurlar mütləq şəkildə bildirilməlidir. Bu demək deyil ki, biz sərhədlərimizi cızmarıq. Hər bir halda bunu nəzərə almaq lazımdır. Bəs nə edək? Fasilitator kimi necə yanaşaq ki, biz bu funksiyanı həyata keçirmiş olaq? İlk öncə şagirdlərlə təlim nəticəsini müzakirə etməliyik. Yəni təlim nəticələrini əvvəlcədən şagirdlərə bildirməliyik ki, dərsin sonunda şagirdlər nə edəcəyini, nə əldə edəcəyini bilmiş olsunlar. İkinci, onların maraqları ilə tanış olmalıyıq. Şagirdlər nəyə maraq göstərirlər və eyni zamanda ənənəvi roldan çıxmalıyıq. Ənənəvi rol deyəndə müəllim əlində çubuq dayanan obraz deyil. Müəllim eyni zamanda şagirdləri ilə birgə araşdırma aparan tədqiqatçıdır. Ona görə də ənənəvi roldan çıxış etməliyik, çıxmalıyıq daha doğrusu. Şagirdləri cəlb etməliyik dərs prosesinə. Bəs şagirdləri cəlb etmək üçün nə edək? Təbii ki, bunun üçün əvvəlcədən hazırlaşırıq. Əvvəlcədən motivasiya üsulları fikirləşirik. Bayaq biz bundan öncə təlimdə olduq. Məsələn, bəzən müəllimlərin ağlına ideya gəlmir ki, necə dərsə cəlb edeyim şagirdləri. Elə bunun üçün də müxtəlif hal-hazırda imkanlarımız genişdir, süni intellekt vasitələrindən soruşun ki, dərsə necə cəlb eləmək olar? Hətta onların nömrələrini WhatsApp-ınıza qeyd edin. Mən sizə yönəldərəm. WhatsApp-ınıza qeyd edin. Həmin anda elə ChatGPT-nin WhatsApp-ına yazın ki, ağlıma gəlmir bu mövzunun motivasiyası. Tutaq ki, mən çevik dəyişməliyəm. Dərhal o sizin üçün fərqli motivasiya üsulları təklif edəcək. Təbii ki, bu bir beynin məhsulu deyil, müxtəlif beynin məhsulları ola bilər. Eyni zamanda bunu oyunlarla edə bilərsiniz, videolarla, reaksiyalarla. Kimya müəllimlərinin ümumiyyətlə bu baxımdan şansı gətirir. Ona görə ki, onların reaksiya imkanları var ki, dərsə cəlb edə bilmək üçün bir partlayış eləyərik. Partlayışdan sonra dərs daha maraqlı olacaq. Uşaqların ən çox sevdiyi məqam. Bəs fasilitator üçün zəruri bacarıqlar hansılardır? Yəni, nələrə yiyələnməlidir bir fasilitator? Təbii ki, bizim əsas mövqelərimizdən biri müşahidədir. Yəni, biz şagirdləri kənardan izləməliyik. Müşahidə iki cür aparıla bilər, yazılı və şifahi. Əslində, müəllim özü qeydlər aparsa, növbəti dərs üçün bu daha əlverişli ola bilər. Bəzən müşahidələrimizdən növbəti dərs zamanı edəcəyimiz səhvlərin qarşısını ala bilirik. Ona görə də prosesi çalışın ki, həm yazılı, həm də şifahi olaraq apara biləsiniz. Sonra dinləmək bacarığı olmalıdır ki, biz şagirdlərimizin yəni istəklərini nəzərə almalıyıq. Onların ümumiyyətlə dərs prosesində necə iştirak etdiklərini açığa etiraf eləyək ki, bəzən şagirdlər təqdimat aparanda fikrimiz yayılır. Ağlımız gedir elektron jurnala. Məndə şəxsən belə olur. Bugün şagird dərs danışırdı. Ağlıma birdən gəldi ki, elektron jurnala daxil ola bilməmişəm. Bilməm nədir problem, bəlkə də sizdə də var. Və sonra qayıtdım. Bizdə də var. Yəni fikrim yayındı. Sonra fikirləşdim ki, öz daxilimdə. Mən niyə onu dinləmədim? Bəlkə orada nəyisə deyirdi. Yəni, bu məqamı da xüsusi vurğulamaq ki, müəllim şagirdi dinləməlidir. Necə ki, şagird bir-birini dinləməlidir. Orada da yəni prosesi ardıcıl olaraq izləməliyik.
Sonra biz eyni zamanda müdaxilə etməliyik. Yəni vaxtında rəy verə bilməliyik. Dinləmə əslində sonda rəylə nəticələnir. Buna konstruktiv rəy deyirlər. Rəy iki cür olur, öyrənəcəyik sizlə. Destruktiv rəy, bir də konstruktiv rəy. Destruktiv sözün mənası dağıdıcı deməkdir. Məsələn, elə rəy verə bilərəm ki, şagird bundan sonra kimya oxumaz. Deyirəm ki, sən ümumiyyətlə kimyanı oxuya bilmirsən, sənin başın yoxdur, sənin riyazi qabiliyyətin yoxdur, məsələ həll edə bilməzsən və s. kimi destruktiv rəylər verə bilərəm ki, şagird sanki bir anda yıxılar və yenidən ayağa qalxma prosesi çətin olar. Ona görə də biz çalışmalıyıq ki, konstruktiv rəy verək. Bunu qiymətləndirmədə addım-addım öyrənəcəyik. Konstruktiv rəy necə olmalıdır? Gələcəyə yönəlik olmalıdır. Ümumiyyətlə biz şagirdin ağlını tərifləməliyik. Belə deyək, ağlını deyəndə, yəni etdiyi işi, onun şəxsi xarakterini tərifləməməliyik. Etdiyi işi tərifləməliyik. Deməliyik ki, sən dahisən, ona görə dahisən ki, bu məsələni bu üsulla həll etdin. Yəni bunu vurğulamalıyıq konstruktiv rəyi verərkən. Sonra təbii ki, bir müəllimin planı olmalıdır. Yəni effektiv qurmaq üçün dərs prosesini əvvəlcədən planlaşdırmalıyıq. Hal-hazırda planlaşdırmaq üçün müxtəlif vasitələr var. Şəxsən necə ki, bunu süni intellektlə qurmuşam, dərs prosesini də yenə elə bugün canlının davamı olaraq deyim ki, dərs prosesini də planlaşdırarkən yenə də ondan istifadə edirəm. Vaxtıma qənaət eləmiş oluram. Planlaşdırma artıq mənim üçün çox asan olubdur. Həm də oradakı fikirləri özüm düzəldə bilirəm, sonradan əlavələr də edə bilirəm. Və aktiv istifadə etdiyimə görə də planlaşdırmada bu məqamları, o artıq mənim yolumu tutub və nəyi necə istifadə edəcəyimi sanki mənə tövsiyə vermiş olur. Və siz necə edirsiniz? İcmalı necə düzəldirsiniz? Bağlayıram səsi, qulağıma deyin. Buyurun. Buyurun, kim oxumaq istəyirsiniz? Buyurun. Fasilitatör müəllimi dinləmək bacarığı ilə bağlı verilən hansı fikir doğrudur? Şagird öz beynində tutduğu cavabı alana kimi dinləməlidir. Şagirdləri sual-cavab prosesində dinləməlidir. Şagirdlər qrupda öz aralarında işləyərkən onları dinləməsi doğru hesab edilmir. Şagirdlərin nəyə, necə cavab verdiklərini dinləməlidir. Şagirdin nitq bacarığını formalaşdırmaq məqsədi daşıyır. Cavabları siz də rəydə qeyd edə bilərsiniz aşağıda mesajla. Fikirləriniz. Öz beynində cavabı alana kimi dinləməlidir. Bir doğru olan. Doğrunu. Sual-cavab prosesində dinləməlidir. Şagirdlər qrup öz aralarında işləyərkən onların dinləməsi doğru hesab edilmir. Bu səhvdir əlbəttə ki, C. Nəyə necə cavab verdiklərini dinləməlidir. Nitq bacarığıdır, bu da səhvdir. Onda cavab. Şagirdi öz beynində tutduğu cavabı alana kimi dinləməlidir. Məncə A variantı. Müəllimlər deyir ki, niyə? Öz beynində, şagirdi, yəni müəllim öz beynindəki cavabı verir, şagird isə başqa cavab verir. Bəlkə ona yaxın cavab verəcək. Elə müəllimin dediyi fikrimi səsləndirməlidir sizcə? D variantında şagirdlərin nəyə, necə cavab verdiklərini dinləməlidir. Bəli, yəni şagirdi dinləməlidir ki, bayaq dedim də, yəni mən elektron jurnala ağlım getmişdi və sonda anladım ki, həqiqətən mən onu dinləməmişəm. Bu da əslində mənim dərs prosesinə yanaşmamda bir qədər çətinlik yaratdı. Ona görə də olur cavab. Cütlərlə iş zamanı şagirdlərdən birinin diqqəti yayınır, tez-tez pəncərədən çölə baxır və əlindəki qələmi oynadır. Verilmiş fikirlərdən hansı fasilitator müəllimin fəaliyyətinə daha çox uyğundur? Şagirdin davranışına məhəl qoymadan yox olmaz. Şagirdin müəyyən müddət sonra yenidən dərsə yönələcəyini güman edib gözləmək. Əgər qrupa vaxt veribsə, yəni düşünürəm bu da olmaz. Digər şagird yoldaşlarının diqqətini yayındırmadan həmin şagirdə əlavə tapşırıqlar vermək, hələ ki gözləyirəm. Şagirdə sakitcə yaxınlaşaraq onun köməyə ehtiyacı olub-olmamağını müəyyən etmək, dərsin əvvəlində şagirdlərə verilən təlimata əlavələr edib, yenidən onlara izah etmək yəqin ki, D bəndidir.
Digərləri niyə səhvdir fikirləşirsiniz? Birincisi məhəl qoymadan olmaz. Sinfin fikrini dağıdır, qrupun fikrini dağıdır. İkincisi gözləmək deyəndə bəzən elə qrup işi olur ki, ona 2 dəqiqə vaxt veririk və yaxud da ola bilər 5 dəqiqə veririk. Qrup işi yəni bir sual da ola bilər də, onu oturub gözləmək düzgün olmaz. Uşaqların diqqətini yayındırıb əlavə tapşırıq. Axı o eyni dərsdə, eyni məqsədə uyğun, yəni qrup işi paylanır. O əməkdaşlıq eləməlidir də. Yəni öz fərdi sorğu deyilsə, o uşağı ayırmaq olmaz. Sonda isə yenidən onlara izah etmək, yəni onda uşaq 5 dəfə səs salacaq, 5 dəfə izah etmək deyilən bir şey yoxdur axı. Yəni dərsin qaydası var da. O uşaq diqqətlə dinləməlidir ki, yaza bilsin. Yəni Bəli, qrup əslində işi. dərsin vaxtı 45 dəqiqədir. Onu da nəzərə almalıyıq ki, biz bölgünü əvvəlcədən planlaşdırmamıza daxil edirik. Bəzən yolunda getməyən məsələlər olanda çevik dəyişiklik edirik. Növbəti sual kim oxuyur? Buyurun. Buyurun. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Fasilitator müəllim qərar vermir, lakin səmərəli qərar verməyə qiymətləndirmə aparmağa yardım edir. Bu düzgündür. Fasilitator müəllim daha çox mühazirə tipli dərslərdən istifadə edir. Bu yanlışdır, ənənəvi təhsildə idi bu. Fasilitator müəllim müşahidə etmək, dinləmək bacarığına malik olmalıdır. Bu da düzdür. Fasilitator müəllim şagirdlərə bilikləri hazır şəkildə təqdim edərək onları tədrisə cəlb etməlidir. Bu olmaz. Hazır şəkildə verməməlidir. Evet. Yanlışdır. Hesab Doğru etmeli. tərəfdən doğru, yanlış tərəfdən yanlışı. 1-4. Doğru tərəfdən doğrunu, yanlış tərəfdən yanlışı. Ona görə oldu cavab D. Müəllimə izah edənə qədər siz də cavablarınızı yaza bilərsiniz. Növbəti suala baxaq. Buyurun. Müəllimi yaxşı fasilitator edən amil hesab edə bilər. Mövzunun məqsədini dərsin sonunda şagirdlərlə bölüşmək. Şagirdləri, amma bu yəni nə əlaqə? Şagirdləri tanımaq üçün anket sorğu keçirmək. Bunu saxlayaq. Dərsi bir qayda olaraq qrupla iş formasına keçmək xeyr. Həmişə qrupla iş formasında keçmək olmaz əslində. Tədrisi ancaq imtahan nəticələrinə yox, xeyr, bu imtahan nəticələrinə yox, tədqiqatçılığa yönəltmək lazımdır şagirdləri. Bütün informasiyanı olduğu şəkildə şagird, xeyr, bu ənənəvidir. Ona görə də B variantıdır cavab. Aha. A variantı niyə səhv oldu bəs? Mövzunun məqsədini dərsin sonunda şagirdlərlə mövzunun məqsədini Dərsin əvvəlində. əvvəlində verilir, Əvvəlində sonunda yox. yox. Çünki Bəli, təlimin məqsədi əvvəlcədən şagirdlərə deyilir. deyilir. Aha, növbəti suala baxaq. Bugün çox maraqlı dərsdir əslində. Bundan da düşür imtahanlara. 16 dayaq kim oxumaq istəyir? Buyurun. Az vaxt qalıb. Aygün müəllimə burada. Bəli, mənim. Buyurun. Hansı situasiyada fasilitator müəllim müşahidə bacarığının inkişafına ehtiyac var? Bacarığının inkişafına ehtiyac var. Müəllim qruplarla tapşırıq verdikdən sonra şagirdlərə yaxınlaşaraq onlara yerində və konstruktiv rəy verir. Müəllim şagirdlərə sual cavab edir və onların cavabları əsasında boşluqları müəyyən Müşahidə edir. bacarığının inkişafına ehtiyac var. Yəni nəyisə düz eləməyib. Başa düşdüm. Hı -hı. Birincidə məncə yaxınlaşaraq olan yerində deyirəm, konstruktiv rəy verir. Məncə bu qrup işidirsə, qrupların sonda verilməyi daha düzgündür. A variantını ona görə boşlaşsın. Sual B buyurun. variantında müəllim şagirdlər sual cavab edir və onların cavabları əsasında boşluqları müəyyən edərək strategiyasına dəyişiklik edir. Bu düzdür məncə. Müəllim şagirdlərin bir-biri ilə mənfi münasibətlərini onların akademik fəaliyyətlərinə belə pis təsir etdiyini görür və sinifdə bu düzən strategiyasına tətbiq edir. Bu da ola bilər. Müəllim həmkarlarının Ən çətin sual seçdi. daha çox vizual təqdimatlar etdiyini görür və öz dərs keçdiyi sinifdə də bu strategiyanı tətbiq edir. Bu əslində düzgün deyil. Elə uşaqlar var, vizual, elə uşaqlar audial, yəni o sinifdə bu qanun varsa, yəni o effektivdirsə, bu sinifdə də effektiv olmalıdır kimi bir qanun yoxdur. Müəllim şagirdlərin şagirdlərin mənfi münasibətlərinin onların akademik nailiyyətlərinə belə pis təsir etdiyini görür. Belə nədir? Və sinifdə buzqıran strategiyası tətbiq edir. Niyə ki, buzqıran strategiyası olmaz sinifdə? Buzqıran eləmişsiniz heç.
Çox qəşəng üsuldur ha buzqıran. Ümumiyyətlə qrup işlərində yola getməyən şagirdlərin bir-birini tanımadığını kəşf eləmişəm. Ona görə bir sıra buzqıran strategiyaları var. Məsələn, 2 doğru, 1 yanlış. İstifadə edə bilərsiniz. Davamını oxuyaq. Məncə burada cavab D-dir. D-dir məncə burada. Oxuyun. Müəllim həmkarının cəlb olunmada daha çox vizual təqdimatlar etdiyini görür və öz dərk etdiyi sinifdə də bu strategiyanı tətbiq edir. Həmkar, məsəl üçün bir məktəbdə 2 kimya müəllimi varsa, bir sinifə girib vizual görüntü ancaq şəkil, video göstərib dərsdə effektiv alırsa, ikinci sinifdə də eyni effekti almaq Məncə də razıyam. düzgün deyil. Bəlkə həmin uşaqlar sintetik öyrənir, bəlkə audio öyrənməyə daha yaxındır. Evet. Yeni də oxuyaq. Müəllim şagirdlərin fəaliyyətini izləyərək istifadə etdiyi metod və yanaşmaları dəyişiklik edir. Bəli. Məsələn, bəzi şagirdlərdə eyni metod yaxşı təsir göstərsə də, digərinə yaxşı təsir göstərə bilməz. Dəyişiklik etmək düzgündür. D mi, A mı? Hansı olar sizcə? Burada A-da yazıblar cavabı. 2 cavab veriblər. Sizcə D-dir, yoxsa A-dır? A-da da biraz müəmma yaşamışıq. Müəllim qruplara tapşırıq verdikdən sonra şagirdlərə yaxınlaşaraq onları yerində dekonstruktiv rəy verir. Əslində belə baxanda qrup işlərində müəllim qrup təqdimatı olduqdan sonra onlara rəy verməyi həm qrupun fikrini dağıtmaz, digər qruplara. Tapşırıq verir, şagirdlərə yerindəcə konstruktiv rəy verir. Yəni bəzən olur ki, şagirdlər səhv eləyir axı məsələnin həllində. Biz yaxınlaşıb onlara yol göstərmirik ki, bunu belə yaz. Olur ki, elə siz də yaxınlaşırsınız, dəftərlərinə baxırsınız. Məsələnin o həllində bəzən X-in yerini dəyişik yazır, bəzən tənliyi düzgün qurmur, tutaq ki, məsələ həllində deyirəm. Yəni siz yaxınlaşıb baxırsınız. Bəli, olur. Bəli, olur. Yəni bu realdır da. Siz özünüz kimi düşünsəniz, onda tapacaqsınız. Sitasiya əslində bizim gündəlik elədiyimiz işlərdir. Ona görə digər müəllimin dərsi məndə də effektiv alınar deyə bir şey yoxdur. Onu öz dərsimə uyğunlaşdırmalıyam, adaptə eləməliyəm. Yəni dinamik şəkildə dəyişiklik etməliyik. Yoxsa heç də uğurlu alına bilməz. Məncə cavab D-dir. Razısınız? Bəli. Bunu sildik. Son bir dənəsinə də məncə vaxtımız qaldı. Bir dəqiqə. Kaldırım yuxarı. Kim oxuya bilirsə. Bu görünmür. Yuxarıdakı görünür bu. Mirzə Fətəli Axundov. Bunu oxuyaq. Yaqub müəllim, deyəsən mikrofon açıqdır. Buyurun oxuyun. Aşağıdakı hansı nümunədə müəllimin istifadə 14-ü dediniz, yoxsa 11 oxuyun. Görünmür. bağışlayın. Müəllim şagirdlərə ev tapşırığı olaraq Axundzadənin həyat və yaradıcılığı ilə bağlı təqdimat hazırlamağı tapşırır. Şagirdlər müxtəlif mənbələrdən istifadə edərək məlumat toplamalı və təqdimat hazırlamalıdırlar. Müəllim şagirdlərin təqdimatlarını izlədikcə onların düzgün mənbələri araşdırmadıqlarını müşahidə edir. Müəllimin bu problemi aradan qaldırması üçün hansı addım səmərəli olar? Müəllim dərs prosesində şagirdlərə müxtəlif oxu materialları təqdim edə bilər. Müəllim şagirdlərə təqdimatın necə hazırlanması ilə əlaqədar müxtəlif tövsiyələr verə bilər. Müəllim şagirdlərə əvvəlcədən qiymətləndirmə rubriklərini və mənbələr təqdim edə bilər. Müəllim şagirdlərdə problem həll etmə bacarığını formalaşdırmaqla bu məsələni həll edə bilər. Müəllim sinifdə müxtəlif mövzularda müzakirələr təşkil etməklə verilmiş problemi aradan qaldıra bilər. Müəllimlər də fikrini yapsın, maraqlıdır. Görək nə gələcək cavablar. Mən də öz cavabımı deyəcəm. Müxtəlif mövzularda müzakirələr təşkil etmək. Mövzu nə ilə bağlıdır? Axundzadənin həyat yaradıcılığına bağlı təqdimat hazırlanmalıdır. Amma Təqdimat. Bəli. düzgün mənbələri araşdırmadıqlarını müşahidə edir. Yəni mənbənin düzgün olmadığı halda Düzgün müəllim nə etməlidir? Məncə D olmalıdır. Problem həll etmə bacarığını formalaşdırmaqla bu məsələni həll edə bilər. Problem? Axı araşdıracaqlar, təqdimat araşdırırlar. Müəllim şagirdlər Söhbət nədəndir? Belə suallar əslində çox asandır. Situativ məsələlərin içərisinə baxanda cavab çıxır. Situasiya nədən bəhs edir? Baxın, nədən bəhs edir? Mənbədən. Görün hansı cavabda mənbə ilə bağlı açıqlama veribdir.
C Yəni, konkret olaraq C. İmtahanda da belə suallar düşəcək. Siz sualın situasiyasına fikir verin. Bütün cavablar doğru olacaq. A da, B də, C də özlüyündə doğru cümlələrdir, yəni. Amma situasiya ilə əlaqəli olmalıdır. Orada mənbədən danışırsa, mən götürüb problem həll etmə, seçə bilmərəm cavabı. Yəni, diqqətli olmaq lazımdır ki, situasiya ilə birbaşa əlaqəli olsun. Burada birbaşa əlaqəli heç mən oxumadım, yəni cümləni. Birbaşa mənbə gördüm burada. Burada da mənbə gördüm. Oradan cavab seçdim. Amma yenə də imtahanda da belə eləməyin də mənbə görüb mənbəni seçməyin. Oxuyun. Bəlkə o birisi cavabda da eyni cavab var. Ona yaxın cavab var. Bəlkə bunun cümləsi doğru deyil. Belə. Biz bu 20 sualdan təxminən bir 6-sına baxdıq. Yerdə qalandı. Siz baxırsınız. Gələn həftə üçün sınav işləyəcək kurikulum sınaqları. Təxminən bir 3 sınaq açacağım sizin üçün. 60 suallıq işləyərik. Baxıram, məndə drive'da çoxlu sınaqlar var və mən onun çox az bir qismini göndərmişəm sizə. Kifayət qədər irəliləmişik. Açacağım, işləyək, müzakirəsində təşkil eləyərik. Yəni, söhbət bizim 3-cü gündən gedir, amma mən paxıllıq eləməyib, digər qrupa da göndərəcəm. Infoda olacaq, çox xahiş edirəm, hamı işləsin. Mən sınav göndərirəm, 7 nəfər işləyir. İşləyin mütləq, bağlayacam da qalmayacaq. Oldu, hələlik. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.